Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və radio dağlarımızın sadiq dinləyiciləri, hər birinizi bu nurlu may səhərində ən səmimi duyğularla salamlayırıq. Məktəbimizin mədəniyyət carçısı olan Gələcəyin İşığı FM radiosu yenidən efirdədir. Mikrofon qarşısında mənəm, 6-cı B sinif şagirdi Nuray Həmzəyeva. Bugün təqvimimiz 20 may tarixini göstərir. Bu tarix Azərbaycan ədəbiyyatı və maarifçilik hərəkatı üçün həm kədərli, həm də böyük bir minnətdarlıqla anılan bir gündür. Çünki düz 138 il əvvəl 1888-ci ilin məhz bu günündə böyük şairimiz, ustad müəllim və xalqımızın fədakar maarifçisi Seyid Əzim Şirvani əbədiyyətə qovuşmuşdur. Gəlin ömrünü xalqının işıqlı gələcəyinə, balalarımızın təhsilinə və ana dilimizin ucalığına həsr edən bu dahi insanın həyat yoluna və bizə miras qoyduğu tükənməz xəzinəyə birlikdə daha dərindən nəzər salaq. Seyid Əzim Şirvani 1835-ci ildə qədim Şamaxı şəhərində dünyaya göz açmışdır. O, klassik poeziyamızın ən parlaq simalarından biri olmaqla yanaşı, həm də dövrünün ən mütərəqqi, yəni yenilikçi düşüncəli insanı idi. Seyid Əzim sadəcə şeir yazmaqla kifayətlənməmiş, Azərbaycanın mədəni həyatında böyük bir dəyişiklik etmişdir. O, Şamaxıda Məclisi Üns adlı ədəbi məclisi rəhbərlik etmiş, gənc şairlərin yetişməsində, söz sənətinin sirlərini öyrənməsində böyük rol oynamışdır. Lakin Seyid Əzimi xalqına daha çox sevdirən və adını tarixə qızıl hərflərlə yazdıran onun müəllimlik fəaliyyəti idi. O dövrün çətinliklərinə baxmayaraq, köhnə və faydasız tədris üsullarından uzaqlaşaraq Şamaxıda yeni tipli bir məktəb açmışdır. Bu məktəbdə uşaqlara sadəcə dini biliklər deyil, həm də coğrafiya, tarix, hesab və ədəbiyyat kimi dünyəvi elmlər məhz bizim doğma ana dilimizdə tədris olunurdu. Bu, o dövr üçün inanılmaz bir cəsarət və xalqın gələcəyi üçün atılmış ən parlaq addım idi. Böyük sənətkarın yaradıcılığı çox şaxəli və rəngarəngdir. O, həm könülləri oxşayan lirik qəzəllər ustadı, həm də cəmiyyətdəki nöqsanları üzə çıxaran kəskin satira ustası idi. Seyid Əzim şeirlərində xalqın problemlərini, şairin ən yadda qalan və biz şagirdlər üçün ən qiymətli olan əsirləri, gənclərə xitabən yazdığı öyüd nəsihət xarakterli şeirlərdir. Onun məşhur Oğluma nəsihət əsəri bugün də hər bir məktəblinin yol göstəricisi olmalıdır. Seyid Əzim öz oğlunun timsalında bütün Azərbaycan gəncliyini elmi öyrənməyə, savadlı olmağa və vətəninə fayda verməyə səsləyirdi. O deyirdi ki, insanın ən böyük gözəlliyi və əsl gücü onun mal dövlətində və ya geyimində deyil, sahib olduğu elmində, əxlaqında və tərbiyəsindədir. Şair bütün varlığı ilə inanırdı ki, xalqı geylikdən xilas edəcək yeganə yol məhz məktəbdən və elmdən keçir. Əziz məktəb yoldaşlarım, Seyid Əzim Şirvaninin həyatı və yaradıcılığı bizə öyrədir ki, əsl insan həm də vətəninə xidmət edən böyük bir vətəndaş olmalıdır. O, çətin şərtlər altında təzyiqlərə məruz qalsa da, gənclərin işıqlı sabahı üçün çalışmaqdan bir an belə yorulmamışdır. Bugün biz müasir məktəblərdə, gözəl sinif otaqlarında və ana dilimizdə təhsil alırıqsa, buna görə Seyid Əzim kimi fədakar, uzaqgörən ziyalılarımıza borcluyuq. Onun irsini öyrənmək sadəcə keçmişi xatırlamaq deyil, həm də ona bizə vəsiyyət etdiyi elm və irfan yolunda inamla irəliləməkdir. Şairin poeziyasını oxuduqda biz Azərbaycan dilinin nə qədər şirin, zəngin və axıcı olduğunu bir daha dərindən hiss edirik. Onun şeirləri bizim milli yaddaşımız və qürur mənbəyimizdir. Dəyərli dinləyicilər, böyük ustad Seyid Əzim Şirvaninin anım gününə həsr olunmuş bu xüsusi radio verilişimizin sonuna gəldik. Onun əziz ruhu qarşısında böyük ehtiramla baş əyərək xatırladırıq ki, əsl ölməzlik xalqın qəlbində və gələcək nəsillərin yaddaşında taxt qurmaqdır. Seyid Əzim isə öz maarifçilik işığı ilə hər birimizin qəlbində əbədi bir məşəl yandırıb. Sizinlə mən idim, Nuray Həmzəyeva. Gələcəyin İşığı FM radiosu adından hər birinizə elm dolu, işıqlı kəşflərlə zəngin bir gün arzulayıram. Növbəti zəng çalınanda qədər oxumaqdan, öyrənməkdən və mənəvi dəyərlərimizi qorumaqdan əsla vaz keçməyin. Çünki elm həqiqi qurtuluşdur. Sağlıqla qalın, həmişə biliklə qalın.